bığı çıxan xanımlar, pintilikdən xəstəlik tapan kişilər və s. və ilə axır. Bugün xəbərlərimiz çox maraqlıdır, ona görə yaxın əyləşin. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. 5 il istifadə elədiyi cihazı təmizləməyib deyə tibb tarixində inanılmaz bir hadisənin iştirakçısı olub. Pnevmoniya tutulub pintiliyindən. Bugün bütün dünyada pnevmoniya günüdür və ağciyərlərimizi qorumaq ən vacib vəzifələrimizdən biridir. Çirkli avadanlıq sağlam adamı pnevmoniya edib. Journal of Clinical Sleep Medicine jurnalında dərc edilmiş nadir hadisəyə görə 48 yaşlı sağlam kişidə pnevmoniya diaqnozu qoyulub. Xəstənin immunitet sistemi normal olub, lakin ağciyərində tək granuloma formasında infeksiya inkişaf edib. Araşdırmaya görə kişi 5 ildir CPAP cihazından istifadə edən pasiyent heç vaxt aparatı təmizləməyib. Bu vəziyyət göbələk infeksiyasının yaranmasına səbəb olub. Bronxoskopik müayinə zamanı pnevmoniya aşkar edilib. Müalicə isə avadanlığın təmizlənməsi və sulfonamid trimetoprim tərkibli antibiotiklərlə həyata keçirilib. 3 ay sonra nodul tamamilə yox olub. Xatırladaq ki, 12 noyabr Dünya Pnevmoniya günüdür. Bu da ağciyər infeksiyalarına diqqəti artırmaq məqsədi ilə qeyd olunur. Şalvar geyindik, biznes qurduq, ev təmir elədik. Kainat da baxdı ki, kişilərdən heç bir fərqimiz yoxdur. Artıq xanımların əksəriyyətində ciddi cəhdlə demək olar ki, hər gün çox tez uzanan bığlar yaranmağa başlayıb. Maraqlı xəbərdir, baxaq. Gənc qızlarda bığ problemi artır. Dünyanın müxtəlif ölkələrində həkimlər yeniyetmələr arasında, xüsusilə qız uşaqlarında bığların yaranması hallarının kəskin şəkildə artdığını bildirib. Mütəxəssislər bu halın əsas səbəbini hormonal pozuntularla izah edir. Əsas problem kimi məktəblilər arasında piylənmənin olması göstərilir. Fast foodun, qazlı içkilərin və şəkərli qidaların həddindən artıq qəbulu, eləcə də az hərəkətli həyat tərzi endokrin sistemin fəaliyyətini pozur. Bu isə orqanizmdə hormon balansının dəyişməsinə, o cümlədən qızlarda kişi hormonu testosteronun səviyyəsinin artmasına gətirib çıxarır. Nəticədə bəzi yeniyetmə qızlarda üz və bədən tüklənməsi güclənir. Xüsusilə üst dodaq nahiyəsində nəzərə çarpacaq tüklər əmələ gəlir. Əgər bir neçə il əvvəl bu səbəbdən həkimə müraciət edən qızların sayı 10 nəfərdən 2 idisə, indi bu göstərici 6-ya çatıb. Həkimlər valideynlərə və uşaqlara təşvişə düşməməyi məsləhət görür. Problemin ilkin mərhələsində sağlam qidalanmaya keçmək, fiziki aktivliyi artırmaq və zəruri hallarda endokrinoloqa müraciət etmək kifayətdir. Üç ay ərzində 50 kiloqram arıqlaya bilsəniz, Porsche Panamera uda bilərsiniz. Əlbəttə ki, 3 ay ərzində bu qədər çəki atmaq sağlamlığa ziyandır. Bunu bütün mütəxəssislər bilirlər. Amma siz özünüz nə düşünürsünüz? Bir maşına görə sağlamlığınızı bu qədər risk altına alardınızmı? 50 kiloqram arıqlayanlara maşın veriləcək. Çinin Şandun əyalətinin Binzhou şəhərində yerləşən idman zalı qeyri-adi çəki atma yarışına start verib. Zalın sahibi elan edib ki, cəmi 3 ay ərzində 50 kiloqram arıqlaya bilən şəxsə 2020-ci il istehsalı olan Porsche Panamera avtomobili hədiyyə ediləcək. Yarış 23 oktyabrda başlayıb və iştirak haqqı 1400 Amerika Birləşmiş Ştatı dollarıdır. Bu məbləğə məşqlər, xüsusi qidalanma planı və zalda yaşayış daxildir. Yəni iştirakçılar 3 ay boyunca məkanı tərk etmədən yaşayır. Məşqçi bildirib ki, layihə realdır, lakin proqram və pəhriz planı hələ açıqlanmayıb. Ekspertlər isə qeyd edib ki, gündə yarım kiloqramdan çox arıqlamaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Hazırda yarışa cəmi 7-8 nəfər yazılıb, qeydiyyat isə maksimum 30 nəfərlə məhdudlaşdırılıb. Mükafat kimi təqdim edilən avtomobilin zal sahibinin şəxsi maşını olduğu bildirilib. Alimlər araşdırma aparıb və alimlər iddia edirlər ki, çox yatan, söyüş söyən insanlar ağıllı olur. Qəribə xəbərdir, amma maraqlıdır. İzləyək.
Söyüş söymək ağıllı insanların əlamətidir. Elm adamlarının apardığı araşdırmalar maraqlı nəticələr ortaya qoyub. İnsanın danışıq tərzi, yuxu rejimi və hətta iş masasının səliqəsi onun intellekti ilə birbaşa əlaqəli ola bilər. Tədqiqatlar sübut edib ki, söyüş işlətmək yüksək intellektin əlamətidir. Belə insanların lüğət ehtiyatı daha geniş olur və onlar emosiyalarını daha dəqiq ifadə etməyə çalışır. Psixoloqlar qeyd edir ki, bu mədəniyyətsizlik yox, dilin ifadə imkanlarından maksimum istifadə istəyi ola bilər. Psixoloqlar həmçinin gec yatma vərdişinin də yüksək zəkadan xəbər verdiyini bildirib. Araşdırmalar göstərib ki, gecə yarısından sonra yatmağa öyrəşmiş insanlar daha yaradıcı düşünür. Minnesota Universitetinin alimləri isə sübut edib ki, iş masasındakı qarışıqlıq da yüksək intellektlə bağlıdır. Onların fikrincə, dağınıq mühit insanın ənənəvi qaydalardan azad edir və yaradıcılığı artırır. Psixoloq Kathleen Vox qeyd edib ki, ətrafdakı qarışıqlıq insanı qaydalardan uzaqlaşdırır. Bu isə yeni ideyaların yaranmasına şərait yaradır. Əksinə, mükəmməl səliqə yaradıcılıqdan çox qaydalara itaəti təşviq edir. Beləliklə, masanız dağınıqdırsa, gec yatırsınızsa və bəzən emosiyalarınızı açıq ifadə edirsinizsə, ola bilsin ki, beyniniz sadəcə daha fərqli və yaradıcı düşünür. Uzun zamandır gərginsinizsə, bəlkə çoxdan da ağlamadığınız üçündür. Alimlər ağlamağın faydalarını sayıb bitirə bilmir. Baxaq görək, niyə ağlamalıyıq? Göz yaşları stressi azaldır. Harvard Health Publishing jurnalında dərc edilən məqaləyə görə ağlamaq insanın həm emosional, həm də fiziki sağlamlığına müsbət təsir göstərir. Alimlər tərəfindən aparılan Is Crying Good For You, yəni ağlamaq sizə xeyirdirmi adlı tədqiqatda qeyd olunur ki, emosional göz yaşları zamanı orqanizmdə endorfin və oksitosin hormonları ifraz olunur. Bu hormonlar ağrını azaldır, bədəni rahatlaşdırır və stress səviyyəsini tənzimləyir. Araşdırmaya əsasən ağladıqdan sonra iştirakçıların 98% özünü daha sakit, rahat və emosional cəhətdən sabit hiss etdiyini bildirib. Mütəxəssislərin fikrincə bu hal ağlamağın bədənin təbii tənzimləmə mexanizmi olduğunu təsdiqləyir. Göz yaşları vasitəsilə stress hormonları orqanizmdən xaric olur. Bu isə psixoloji gərginliyi azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır. Tədqiqat həmçinin göstərib ki, ağlamaq sosial əlaqələrin möhkəmlənməsinə yardım edir. Çünki insan ağlayarkən ətrafdakıların dəstəyini almağa meylli olur. Bununla belə tez-tez və səbəbsiz ağlama halları psixoloji pozuntuların əlaməti ola bilər və bu halda mütəxəssisə müraciət olunmalıdır. Bütün dünyada parasetamolun xüsusilə hamilə qadınlar tərəfindən qəbul edildikdən sonra övladlarında autizm aşkarlanmağı ilə bağlı müzakirələr davam edir. Alimlər isə bu yöndə araşdırmalarını getdikcə daha dərindən aparır. Bəziləri deyir ki, doğrudur, bəziləri isə bunun doğru olmadığını sübut edir. Hamiləlik dövründə parasetamol istifadəsi uşaqlarda autizm yaratmır. Son araşdırmalar göstərir ki, hamiləlik zamanı parasetamol qəbul etmək uşaqlarda autizm spektri pozuntuları və ya diqqət defisiti, hiperaktivlik pozuntusu riskini artırmır. Britaniya Tibb jurnalı tərəfindən dərc edilmiş geniş sistematik icmalda 663 material araşdırılıb və nəticələr əvvəlki narahatlıqları təsdiqləməyib. Araşdırmada göstərilib ki, əvvəlki tədqiqatlarda bu dərmanla risk arasında zəif əlaqələr müşahidə olunsa da, genetik və ailə faktorları nəzərə alındıqda əlaqə yox səviyyəsinə düşür. Tədqiqatların çoxunda metodoloji çatışmazlıqlar da mövcud olub. Mütəxəssislər vurğulayır ki, hamiləlikdə dərman istifadəsi həmişə həkim məsləhəti ilə olmalıdır. Amma mövcud elmi sübutlar göstərir ki, parasetamol avtomatik olaraq autizm və ya diqqət defisiti hiperaktivlik yaratmır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.